Salam, hər vaxtınız xeyir. Hər birinizi salamlayıram canlı yayında. Necəsiz? Bu günləri inşallah hardasa 1 saat, 1 saat 10 dəqiqə belə vaxtım var. Canlı yayında olacaq. Qarışıq testlər izahı verəcəm. Ona görə kimlər bizi izləyirsə, zəhmət olmasa ekranları bəyənin. Çünki buraxılış imtahana çox az bir müddət qalıbdır. Bugün 3-cü günü çıxdıq. 4, 5, 6, 3 gün. 3 gün artıq 4-cü gün imtahandır. Ona görə əsasən təkrara biz önəm verək. Çünki konkret bir mövzu izah eləmək istəmirəm də. Çünki bir mövzu izahı odur ki, sənin bir test tapşırığını yazmaq şansın var. Amma qarışıq ümumi təkrar isə daha çox test tapşırığına cavab vermək şansın var. Ona görə vaxt itirmədən keçək testlərin izahına. Qarışıq yazıram da, qarşıma nə çıxdı? Bacardığım qədər hər mövzuya aid bir neçə test tapşırığı yazacağıq. Başlayaq. 70 nömrəli test tapşırığı. Baxaq bura. A bərabərdir 4 tam 13'də 5. B bərabərdir 2 tam 13'də 8. 13'də 8. A kvadrat üstəgəl 2AB üstəgəl B kvadrat minus 7A çıxılsın 7B üstəgəl 1 ifadəsinin deyir qiymətini tapın. 4 tam 13'də 5, 2 tam 13'də 8 düzdür. İfadəsinin bizdən qiyməti soruşulur. Uşaqlar, ekran bəyənməsini saxlamayın. Bizim səhifədə problem var. Qoy canlı daha çox izləyici qarşısına çıxsın, həm də səhifəmiz spamdan çıxsın. Bax, buraxılış imtahanında sizə bu şəkildə bir test tapşırığı təklif oluna bilər. Test tapşırığımız göründüyü kimi, demirəm çətindir, amma heç asan test tapşırığı da deyil. Burada nə badə birdən aparıb yerinə yazarsan qiymətləri qətiyyən, qəti surətdə. Qiymətləri yerinə yazmaq, yəni buna nə ad vermək olar, hə? Qiymətləri hələ ki saxlayırıq. Bunun üzərində müəyyən çevirmələr etməlisən. Sən baxırsan nəyə? Bax, bu verilənə. Bərabərdir. Bu bizə tanışdır da. A plus B-nin kvadratıdır. Muxtəsər vurma düsturu. Yazıram yerinə. A üstəgəl B-nin kvadratı. Minus. Bu ikisindən də 7A minus 7B-dən mötərizə xarici nəyi çıxardırıq? Təbii ki, 7-ni çıxardırıq. 7-ni çıxarsaq mötərizə xaricinə qalacaq A üstəgəl B. Niyə A üstəgəl B? Çünki qarşıda mənfi var ona görə. Aydın oldu. Üstəgəl 1 bərabərdir. Bax, bu ifadə sizə mürəkkəb görünən, nisbətən belə çətin görünən bu ifadə biraz sadələşdi. Deməli, sən bunun qiymətini tapmaq üçün sadəcə olaraq nəyin qiymətini bilməlisən? A üstəgələ B-nin qiymətini. A üstəgələ B-nin qiymətini bilsən, aparıb yerinə yazırsan. Ehtiyac yoxdur burada yazasan bu ədədləri. 1-2 saniyəlik misaldan ayrılırsan, burada A plus B-ni tapırsan. Bax, burada A üstəgəl B birbaşa. A üstəgələ B qarışıq ədədlərin toplanmasıdır. Biz bilirik ki, qarışıq ədədləri topla desə, tamla tamı, kəs hissə ilə kəs hissəni ayrı-ayrılıqda toplayıb nəticəni yazırıq qarışıq ədəd şəklində. Tamla tamı toplasaq 6 tam 13'də, kəsrlə də 6 tam kəs hissə ilə kəs hissəni toplasaq 13'də 13. 13'də 13 1 edir, burada da 6 7. Deməli bizdə A plus B nəyə bərabərdir? 7-yə. A plus B-nin 7 qiymətini aparıb burada yerinə yazıram. 7-nin kvadratı çıx 7 vur 7 üstəgəl 1. 7-nin kvadratı ilə 7-nin kvadratı bunlar gedir çünki əks ədədlərdir. İslah olur. Test tapşırığının doğru cavabı oldu 1. Aydın oldu. Yəni mürəkkəb görünür. Təbii ki də asan test tapşırığı deyil. Amma ki sən gərək biraz diqqətli olasan. Çoxlu test işləyəsən. Həm də özünün bir müəyyən taktikaların olmalıdır da. Yəni çıxdı bura. Belə. Növbəti bir misalda yazaq. Bax, bu formada kvadrat üçsədli ilə bağlı 90
X-in hansı qiymətində mənfi 3x kvadrat üstəgəl səs getdi. Mənfi 3x kvadrat üstəgəl 12x çıx 7. X-in hansı qiymətində diqqət. X-in hansı qiymətində bu ifadənin deməli qiyməti ən böyük olan. Yəni bu deyir ən böyük qiymətini alır bu heç. X-in hansı qiymətində x bərabərdir suala. Bax, çox şagird bu formada suallarda biraz problem yaşayır. Mənfi 3x kvadrat üstəgəl 12x çıxılsın 7. Deyir ki, bu ifadə özünün ən böyük qiymətini alır. X-in hansı qiymətində? Bizdən x soruşulur. Burada demir ha, ən böyük qiymətini tapın. Bir çox şagirdlər bunları qatıb qarışdırır. Necə? Elə bilir ki, deyir ən böyük qiymətini tap. Bu ən böyük qiyməti soruşmur. Bu zaten bizə deyir ki, ən böyük qiymətini alır bu. Amma soruşur x-in hansı qiymətində. Uşaqlar, kvadrat üçədlinin təbii ki, müəyyən şərtlər daxilində həmişə ən böyük, ən kiçik qiymətini tap desə, təbii ki, biz n-i tapırıq. Amma nə vaxt alır? Nə vaxt alır? X bərabərdir m-də alır. Fikrim çatdı. Ən böyük, ən kiçik qiymətini nə vaxt alır? X bərabərdir m-də. Yəni, deyir x-in hansı qiymətini, ən böyük qiymətini alır, yəni m-i tapırsan. Nə vaxt alır desə həmişə m tapılır. Tutardı. M də mənfi b bölünsün 2a-dır. Bu da bərabərdir. Mənfi b bizdə 12-dir. 2a, 2 vurulsun a-nın da yerinə mən yazıram mənfi 3. Mənfilər gedir təbii ki 12 bölünsün 6. Bu da bizə verdi 2. X-in 2 qiymətində. Fikrim çatdı. Bu da belə. Növbəti uşaqlar düzdür, çoxüzlər onların səthi həcmi ilə bağlı çox da mürəkkəb test tapşırıqları təklif olunmur. Amma indi yazaq da bir neçəsin. 15. Tili kökdə s bölünsün 3 olan, diqqət. Tili kökdə s bölünsün 3 olan, til a-dır da, a bərabərdir. Kökdə s bölünsün 3. Kubun tam səthinin sahəsini tapın. S bərabərdir suala. Söhbət burada gedir kubdan. Diqqətlə baxaq bura. Deyir ki, tili kökdə S bölünsün 3 olan kubun tam səthinin sahəsini tapın. Bax, bu sizə buraxılış imtahanında təklif oluna biləcək test tapşırığıdır. Aydın oldu. Kubun tili biz bilirik ki, A hərfi ilə işarə edilir. Tam səthinin sahəsi. Kubun tam səthinin sahəsi S bərabərdir 6A kvadratdır. Yəni biz bunu bilməliyik də. Kubun tam səthinin sahəsi. S bərabərdir 6A kvadrat. Bu qiyməti aparıb yerinə yazırıq. S bərabər 6 vurulsun. A-nın yerinə yazıram kökdə S böl 3. Bunun kvadratı 6 kökdə A-nın kvadratı A verir. Yəni kökdə S bölünsün 3-ün kvadratı S bölünsün 3 verir. Bölsən bu da bizə verdi 2S. Test tapşırığının doğru cavabı oldu 2S. Bax bu şəkildə. Sonra 39 39'da nə deyir? Bütün tillərin uzunluqları cəmi 36 cm olan. Bütün tillərin, bax bu da qəşəng məsələdir. Bütün tillərin uzunluqları cəmi 36 olan kubun tam səthinin sahəsini tapın. Söhbət gedir kubdan.
S tam bərabərdir suala. Bax, belə bir test tapşırdı. Bütün tillərinin uzunluqları cəmi 36 olan kubun, söhbət burada gedir kubdan, tam səthinin sahəsini tapın. Uşaqlar, ümumiyyətlə tildir, kubdur, düzbucaqlı paralellepipeddir, fərqi yoxdur. Bunlarda bütün tillərin uzunluğu deyəndə perimetr nəzərdə tutulur. Yəni, belə bir anlayış var. Bu, yəni, praktik usul deyil, nə bilim, kiminsə hərdən belə qeyri-adi bir şeylər gətirirlər elmə. Bu, qəbul olunmuş bir şeydir. Yəni ki, kubdur, düzbucaqlı paralellepipeddir. Bunlarda tillərin cəmi deyəndə, perimetr nəzərdə tutulur. Kubun tili adırsa, onun tillərinin uzunluqları cəmi, yəni perimetri P bərabərdir 12A düsturu ilə tapılır. Doğrudan da 12A'dır. Çünki 12 tili var. Hamısı da bir-birinə bərabərdir. Onda 12A'dır da. Aydın oldu. P bərabər 12. Deyir bu 36'dır. Yəni 12A bərabərdir 36. Elə deyilmi? A bərabərdir 3. Til 3'dür. S tam bərabərdir 6A kvadratdır da. 6 vurulsun A'nın yerine 3 yazıram. 3'ün kvadratı. Bu da bize verir. 9 vur 6 54 santimetr kvadrat da santimetrin 50'si. Bu da belə. Burada belə bir sual. Deyir ki, paralellepipeddə 12A olar. Xeyr. Paralellepipeddə 4 vurulsun A üstəgəl B üstəgəl C'dir. Yəni kubda perimetr P bərabərdir 12A'dır. Düzbucaqlı paralellepipeddə isə, yəni başqa adı kuboiddir də. Kuboiddə isə P bərabərdir 4 vurulsun A plus B plus C. Yəni ki, 3 ölçüsünün cəmi. 20'də ölçüləri 5, 9 və 10. Yəni A bərabərdir 5, B bərabərdir 9, C bərabərdir 10. Olan düzbucaqlı paralellepipedin 5, 9, 10 santimetrdə olan düzbucaqlı paralellepipedin tam səthinin sahəsini tapın. S tam bərabərdir suala. Biz bilirik ki, ölçüləri ABC olan düzbucaqlı paralellepipedin tam səthinin sahəsi düsturu bax budur. S tam bərabərdir 2 vurulsun. Bu ölçüləri növbə ilə öz aralarında vururuz bir-birinə. Fikrim çatdı. Düzbucaqlı paralellepipedin tam səthinin sahəsi 2 vurulsun. Ölçüləri öz aralarında bir-birinə vurub toplayırıq. S bərabərdir 2 vurulsun. AB üstəgəl AC üstəgəl BC. Bu düzbucaqlı paralellepipedin tam səthinin sahəsi düsturudur. Fikrim çatdı. Qiymətləri qoy yerinə. 2 vurulsun AB 5 vuraq 9. Üstəgəl AC 5 vuraq 10. Üstəgəl BC 9 vuraq 10. 2 vurulsun. 5 9'a 45. 45 üstəgəl 50. Üstəgəl 90. 2 vuraq. Hesablasaq 50 bu da 90 140 hə. 140 bu da 45 185. Hesablasaq vursaq olacaq demək 0 1 yadda 7 1 yadda 370 santimetrin kvadratı. Bu da belə. Ay bala, reklam bir dəfə yazdım bildik də, 2 dəfə yazdım. Bəsdir, yenə yazır bax. Sənə nə etmək lazımdır?
səssiz eləmək lazımdır ki, biraz istirahət dincələsin. Bəsdir. Bir dəfə yazır, 2 dəfə yazır, sonra yenə yazır. Uşaqlar, bax bu formada sizə test tapşırığı təklif oluna bilər. Hansı formada? 30. Deyir ki, 30-da ölçüləri 3, 6, 12 olan, ölçüləri 3, 6, 12, A bərabərdir 3 sm, B bərabərdir 6 sm, C də bərabərdir 12 sm. Olan düzbucaqlı paralelipipedlə eyni həcmə malik, eyni böyüklükdə olan kubun tilini tapın. Düzbucaqlı paralelipipedlə eyni böyüklükdə olan kubun deyir tilini tapın. A bərabər, A demin də, tutaq ki deyim, X bərabərdir suala. Burada A demişəm. X burada kubun tilidir. Bax, bu formada test tapşırığı təklif oluna bilər. Ölçüləri A bərabərdir 3, B bərabərdir 6, C bərabərdir 12 sm olan düzbucaqlı paralelipipedlə eyni böyüklükdə olan kubun tilini deyir, sən tap. Bu eyni böyüklükdə söhbəti, sizə bir dəqiqənizi alın, bunun haqqında məlumat verin. Uşaqlar, ekranları bəyənək də. Ekran bəyəni çox aşağıdır, həddindən artıq. Ekranları bəyənək. Eyni böyüklükdə olan fiqur anlayışı riyaziyyatda ona müadil fiqurlar deyirlər, səhv eləmirəmsə. Onlar da necədir? Əgər, belə deyək də, müstəvidədirsə, sahələrin bərabərliyi nəzərdə tutulur. Fəzadadırsa, həcmlərin bərabərliyi nəzərdə tutulur. Aydın oldu. Yəni, bu o demək deyil, eyni böyüklükdə olmaq o demək deyil, həmişə həcmlər bərabərdir və yaxud da ki, həmişə sahələr bərabərdir. Müstəvidədirsə, sahələr bərabərdir. Fəzadadırsa, həcmlər bərabərdir. Məsələn, tutaq ki, deyirəm ki, kvadratla eyni böyüklükdə olan üçbucaq. Belə çıxır ki, sahələr bərabərdir. Burada həcm söhbəti yoxdur. Amma deyirəm ki, düzbucaqlı paralelipipedlə kub eyni böyüklükdədir. Burada artıq biz sahədən söhbət edə bilmərik. Burada biz söhbət edərik konkret həcmdən. Burada da deyir ki, ölçüləri bu olan düzbucaqlı paralelipipedlə eyni böyüklükdə olan kub. Yəni ki, kubun həcmi V kub bərabərdir V düzbucaqlı paralelipiped. Aydın oldu. Deyir axı bizə, eyni böyüklükdədir. Eyni böyüklükdədir, yəni bunların həcmləri bir-birinə bərabərdir. Kubun əgər tilinə X demişəmsə, tili X olan kubun həcmi bərabərdir X kubuna. X kub, çünki bir tilinin kubudur da. Düzbucaqlı paralelipipedin ölçüləri ABC-dirsə onun həcmi 3 ölçüsünün hasilidir. Yəni 3 vurulsun 6 vurulsun 12. Buradan X-i tapsam təbii ki kub kökdə olacaq da. 3 vurulsun 6 vur 12. Bunun ən yaxşı qaydası ilə sadə vurulqlarını ayırın və yaxud da parçalayaq da bunu. 6-nı yazıram 2 vuraq 3. 2 vuraq 3. Elə deyil. 12-ni də yazıram. 4 vuraq 3. Kub kökü altdan. Bu da bərabər. Bu 3 dənə 3-dən 1 dənə 3 çıxır kuba görə. 2 dəfə 4, 8, ondan da kök çıxır kub kökə görə 2. 3 dəfə 2, 6. Və yaxud da əgər belə sənə xoş deyilsə, qıraqda vurub 216 alarsan. Ondan sonra 216 nəyin kubudur? 6-nın kubu. Aydın oldu. Salam, necəsən? Yaxşısan? Sən həmişə canlıya gəlirsən, mən soruşursan. Haçansa gözüm sataşanda görürəm, cavab verirəm, haçanda görmürəmsə üzüldü say. Bu belə. Niyə X kubu oldu? Çünki kubun tilinə mən X demişəm axı. Kubun tili X-dirsə, onun həcmi X kubu düsturu ilə tapılır da ona görə.
170. 170-də paraleloqramla bağlı qəşəng bir məsələ. A, B, C, D. Deyir ki, ABCD paraleloqramında, uşaqlar, mən də qeyd eləmirəm, bu fiqur bilin ki, paraleloqramdır. ABCD paraleloqramında AY YB-yə bərabərdir. Bu AY bərabərdir YB. S AYCD AYCD. Bax, bu 12-dir. Bizdən ABCD soruşulur. S ABCD bərabərdir suala. Qəşəng sualdır. Uşaqlar, zəhmət olmasa ekranları bəyənək də. Bizim səhifə üçün indi bir neçə nəfər var, özünüz də bayaqdan görürsünüz, yalandan gəlirlər, bu da bilmirəm, onları kimsə öyrədir, ya onların ağlı, beyni ora qədər işləyir, bilmirəm. Səhifə üçün problem yaradırlar, görürsünüz, canlı qalxmır. Siz bunu ancaq ekran bəyəni etməklə, canlı yayın çoxlu bəyənməklə aradan qaldırmaq olar. Belə bir paraleloqram verilib bizə. Deyir ki, bu paraleloqramda AY YB-yə bərabərdir. AYCD-nin sahəsi 12-dir. AYCD bu fiqur. Bu fiqurun sahəsi 12-dir. Bizdən bu paraleloqramın sahəsini soruşur. Uşaqlar, həndəsə məsələsi həll etmək istəyən şagird və yaxud da ki, həll etməyə yenicə başlayan bir şagird əlavə qurmalar etməyi bacarmalıdır. Sən bilməlisən ki, həndəsə məsələsi həll edirsənsə, sənin yaradıcılıq qabiliyyətin olmalıdır. Aydın oldu? Yəni, şəkil üzərində müəyyən qurmalar etməyi bacarmalısın. Bax, mən götürüb nə edirəm? Bu paraleloqramın diaqonalını çəkirəm. Qırıq xətlə çəkirəm ki, yəni biləsən ki, sonradan çəkilib. Bu məsələdə verilməyib. Demək, uşaqlar, baxaq bura. Əgər, mən bilmirəm, tutaq ki, bu hissənin sahəsində bir S deyirəm. Elə deyil. Siz mənlə razılaşarsınız yəqin ki, bu sahədə S olacaq. Yəni, YBC-nin sahəsinə S desəm, AYC-nin sahəsi də S olar. Niyə? Çünki ABC-də bu YC mediandır. Biz bilirik ki, üçbucağın medianı onun sahəsini iki bərabər hissəyə, bərabər sahəyə bölür. Bura S deyirəmsə, bura da S-dir. Bu tamam. Sonra, onda belə çıxır ki, bu diaqonalın bu tərəfində olan üçbucaq var, ABC üçbucağı. Bu bütöv sahə 2S-dir. Çünki bura S, bura S. Bütöv sahə 2S-dir. Digər tərəfdən, paraleloqramın diaqonalı onun sahəsini iki bərabər sahəyə bölür. Əgər bura bütöv 2S-dirsə, bax bu üçbucaq, bura da 2S-dir. Bax, bura 2S. Onda AYCD-nin sahəsi, AYCD-nin sahəsi S-dən 2S-in cəmidir, sahələrin toplanması aksiyomuna görə, qaydasına görə. S-dən 2S-in cəmi S, üstəgəl 2S bərabərdir 12. Tutardı. 3S bərabərdir 12, S bərabərdir 4. Bizdən nəyi soruşur? ABCD-nin sahəsi S, ABCD. Ehtiyac yoxdur hamısını toplamağa. Elə bu paraleloqramın, bu üçbucağın sahəsi 2S-dirsə, ümumi sahə bunun 2 mislidir, 4S-dir. 4 vurulsun, S də 4-dür, cavab oldu 16 santimetrin kvadratı. Bu belə. Bu oldu bu şəkildə. Dedin də, yaxşı elədin, dedin. Sənə kim deyib ki, sən səhv deyirsən? Niyə əsəbləşirsən? Əsəbləşmə. Bir dənə də ad seçmirsən özünə, bilmirəm. Sənin adındır ya belə yazmısan. Növbəti bax, belə bir sual. Gəlsin də.
180. 180. Deməli, bir belə bir çevrə verilib. Bir də belə bir çevrə verilib. Heç belə şəkil çəkməsin pis. Bilmirəm niyə belə. Demək A, B, C, D. Hər birinin sahəsi 9pi olan, diqqət. Hər birinin sahəsi 9pi olan çevrələr. S çevrə, S. Hər birinin sahəsi 9pi olan çevrələr. Əslində çevrələr deməsəydi, dairələr deməli idi. Çünki çevrəyə sahə anlayışı aid deyil də, çevrənin sahəsi olmur. Çevrə dairənin bir sərhəddidir. Çevrə deməyək də, dairə deyə biraz yaxşı gelməyib burada. Yazıb da. 9pi'dir. ABC'li düzbucağına toxunur. Düzbucağlının sahəsi bizdən soruşulur. S düzbucaqlının sahəsi bərabər suala. Bax, belə bir məsələ. Sizə buraxılış imtahanda düşə bilər. Demək, iki dənə çevrə verdi. Bunlar həm bir-birlərinə toxunur, amma necə toxunur? Xaricdən toxunur. Bir-birlərinə toxunur, amma xaricdən toxunur. Düzbucağlının da tərəflərinə toxunurlar. Sonra gör nə deyir burada. Bunların hər birinin sahəsi 9pi'dir. Heç hər biri yox. Biri desə, o biri də avtomatik 9pi olur. Nəyə görə? Çünki bunlar ikisi də eyni düzbucaqlının daxilinə deməyə çəkilib. Amma eyni düzbucaqlı, məsələn, bu tərəflərinə toxunur da. Demək, bunların radiusları da bərabər olacaq. Radiusları bərabər olan bütün çevrələr, dairələr bir-birinə bərabərdir, eynidir. Bunun sahəsini tapaq. Radiusdan bağlı yazaq. Diametri 2'ye vuraraq zaten bizə lazım olacaq. Dairənin sahəsi, biz bilirik ki, dairənin sahəsi S bərabərdir. Pi r kvadrat düsturu ilə hesablanır. Elə deyil mi? Dairənin sahəsi S bərabər pi r kvadrat düsturu ilə tapılır. S'in yerinə 9pi yazıram. 9pi bərabərdir pi r kvadrat. Pilər gedir, r kvadrat 9'dursa, bizdən r nəyə bərabərdir? 3'ə. R bərabərdir 3. R'i tapdıq. Eyni şeyi yazma da. Eyni şeyi yazma. Bir dəfə, 3 dəfə yazmısan. 3 dəfə yazmaqla hələ yenə yazırsan. Eyni şeyi yazma. İndi gedəcəksən bloka. Bir dəfə yazdın da. Onsuz səni heç kim tanımır. Profilin adı da glamour, nə bilim, nə belə bir şey yazmısan. Nə məcburdur. 3 dəfə yazırsan, 4 dəfə yazırsan. Yazma da, bir dəfə yazdın, qutardı, getdi. Səhifə üçün problem, belə təkrar yazılanlara görə canlı qalxmır. Görürsünüz, həmin şey 100-dən çox izləyicimiz olub, amma bir dəfə yazdın, eybi yox. Arada biraz fasilə ver, 2 dəfə yaz. Biraz fasilə ver. Yazırsan, yenə yazırsan, yenə yazırsan, yenə yazırsan. Səhifə üçün problem yaradırsan axı. Sən səhifə üçün problem yaradırsan, sonra mən sözün yaxşı mənasında başlayıram burada dilənməyə ki, nə olar, bəyənin ki, bizim səhifəmiz spamdan çıxsın. Onu heç bəyənən də yoxdur. 10.000 bəyəni heç nə. El bizdə oldu 3. El 3-dürsə, indi bu səfər yazar ki, yaxşı müəllim oldu, yenidən yenə yazacaq. Yaxşı müəllim oldu, yenə yazacaq. Yaxşı müəllim oldu, yenə problemdir. Sən ən yaxşısı heç nə yazma. Qulaq as bura. Bax, bunun diametrlərinin hamısını çəkirəm. Diqqət. Baxaq bura. Radiusu tapmışam da 3. Radius 3'dürsə avtomatik diametr nə qədərdir? 6'dır. Əslində diametrlə bağlı da yaza bilərdim birbaşa, eyb yox. Radiusu 3'dürsə diametr 6'dır. Sən razısan da bu diametr 6'dırsa, belə çıxır ki, bu düzbucağlının eyni, yəni bax bura 6'dır. Bu tapıldı. Sonra keçirik bunun uzunluğunu tapmağa. Uzunluğunu tapmaq üçün nə edirsən? Yenə diametr 6'dır, radius 3'dür, diametr 6'dır. Burada 6'dır, burada 6'dır.
Bütöv 12'dir, onda bu hissədə 12'dir. 12. Qurtardı. Aydın oldu. 6, 12. Düzbucağının eni də məlum, uzunluğu da məlum. S bərabər düzbucağının sahəsini tap desə, onun enini uzunluğuna vururuq. 6-nı vururuq 12-yə. Bu da bizə verdi 72. Vəssalam. Beləliklə biz bunu tapdıq. Altmış. 60'da ehtimalla bağlı bir məsələ. Deyir ki, 2 zəri birgə atdıq da. 2 zərdən söhbət gedir. 2 zər atdıq da. Düşən xallar hasilinin 10 olması ehtimalı. Bax, belə bir test tapşırığı. İntegraldan nə vaxt danışacağım? Biraz səbirli ol. Bu bazar günü buraxılış qurtarır. Mən bu buraxılışa aid yazmışam. İnşallah bazar günü qurtaran kimi söz verirəm. İnşallah. Keçən də belə idi. Sonra başlayacağıq biz blok imtahanına hazırlaşanlara dəstək. Orada artıq daha başqa suallar olacaq. Narahat olma. Biraz səbirli ol. Biraz səbirli ol, yaxşı olar. 2 zər atıldıqda xallar hasilinin 10 olması hadisəsinin bizdən ehtimalı soruşulur. 2, 5, 5, 2, 5, 2, 2, 5'ə. Nə bilim. Diqqət. 2 zər ümumiyyətlə hadisənin ehtimalı P bərabərdir. M bölünsün N'dir də. Yəni, əlverişli hallar sayı bölünsün mümkün hallar sayı. Eyni imkanlı hadisə hallar sayıdır, belə deyək də. Birinci biz bunun üçün tapaq mümkün hallar sayı. Mümkün hallar sayı. 2 zərdə bilirik ki, 36-dır da. Bu da əzbərdir də şagirdlərdə. 2 zərdə 36-dır. 3 zərdə 6 vur 6, vur 6. 4 zərdə 6 üstü 4 bu şəkildə. Amma ən çox 1 zər, 2 zər çox istifadə edilir. Mümkün hallar sayı. 2 zərdə 6 vurulsun 6. Birbaşa da yazmaq olar. Çünki məşhur bilikdir də bu. 36'dır. Mümkün hallar sayı 2 zərdə. Digər tərəfdən indi gəlin əlverişli hallar sayını tapaq. Əlverişli hallar sayı. Əlverişli hallar sayı o hallar üçün nə qədər hal mümkündür? Ona baxılır. Əlverişli hallar sayı 2 zəri atanda düşən hallar hasilinin 10 olması. 10 olması üçün 2, 5'dir. Sonra 5, 2 ilə götürə bilərik də. Elə deyilmi? 2, 5, 5, 2. Başqa bir hal varmı? Bəzən şagirdlər də olub ha. Mənim təcrübəmdə olub bir dəfə şagirdə belə bir sual verdim. Mən hansısa müəllimi desə əvəz etdim, səhv eləmirəmsə. Bu şəkildə bir misal demirəm, budur, bu şəkildə bir misaldır. Götürdü 1 və 10 da götürdü. Çünki belə bildi ki, hasili 10'dur. 1, 10. Amma 1, 10 niyə götürə bilmərik? Cəmi demir, 6, 4 yazmışsan. Cəmi demir, hasilidir, hasili. 1, 10 ona görə götürə bilmərik ki, zərdə 10 yoxdur da. Zərdən söhbət gedir axı. Zərdə 10 hardadır ki, sən götürəsən. 2, 5'dir, 5, 2'dir. Bəli, 10 rəqəmi yoxdur. 10 rəqəm də yox, ədəddir, rəqəm deyil. 2, 5, 5, 2. Başqa yoxdur belə. Hasili 10 olsun. Buradan da görürük ki, 2 dənə əlverişli hallar sayı 2 olur. Onda P bərabərdir. Əlverişli hallar sayı, yəni 2'nin
36'ya nisbəti. Elə olmur. Bu da bərabərdir 18-də 1. Belə. 36 niyə oldu? Zərdə 2 dənə zərdə mümkün hallar sayı 36-dır da. 6 vur 6. 3 dənə zərdə 6-nın kubu götürülür. Ümumiyyətlə, n dənə zər atılanda mümkün hallar sayı istəyir ardıcıl atılsın, istəyir birlikdə atılsın. Bu qaydadır. N dənə zər ya istəyir ardıcıl atılsın, arda-arda, ya da birlikdə, bir yerdə atılsın. Mümkün hallar sayı 6 üstü n'dir. 36'da 5 niye olmadı? Çünkü 36'da 5 niye olmalıdır ki? 36'da 5 olmur axı. Niye olmalıdır? Hasili 10 deyir. Biz burada 10 götürmürük bunu. Heç olmasa 18'də 5 desəydin daha inandırıcı görünərdi. %57. Bax, buraxılış imtahanında sizə bu formada sual təklif oluna bilər. Diqqət. X kvadrat minus Y kvadrat bərabərdir 17. Şərtini ödəyən X və Y natural ədədləri üçün, yəni X və Y daxildir. Ədədlərinin hasilini deyir, sən tap. X, Y hasili soruşulur. Uşaqlar, canlı düşür aşağı səhifədə problem var. Mən bağlayacağım bu canlını. Nə deyirsiniz? Bağlayaq canlını. Səhifədə problem var. Canlı qalxmır. Məndə də bir qəribə xasiyyət var. İzləyici sayı az olanda mən canlı etməyə səbrim çatmır. Bunu vuruqlara ayırırıq da. X kvadrat minus Y kvadratı sadəcə olaraq vuruqlara ayırırıq. Başqa nə edə bilərik? X minus Y, X üstəgəl Y bərabərdir. 17 də sadə ədəddir. 17-ni 2 ədədin hasili şəklində necə göstərə bilərik? Bir halda da 1 vura 17 kimi. 17 vura 1 də eyni şeydir. 17 sadə ədəd olduğuna görə onu 2 ədədin hasili kimi yalnız bu şəkildə göstərə bilərik. 1 vurulsun 17. Natural ədədlər daxil biz bilirik ki, 2 dənə natural ədədin cəmi həmişə fərqindən böyükdür. Elə deyil, onu nəzərə alırıq. Yəni, X minus Y kiçiyi olacaq, yəni 1. X üstəgəl Y böyüyü olacaq. 17. Bu X və Y-dən asılı, sadə bir tənliklər sistemidir. Tərəf-tərəfə toplasaq bunlar gedir. 2x bərabərdir 18, x oldu 9. Yerinə qoysaq y də oldu. X-in yerinə 9 yazsam 8. X-y hasili bu da bizə verdi 72. Aydın oldu. Bu da belə. %74. 3 vuraq x plus 2'nin kvadratı. Bərabərdir 2 vurulsun x üstəgəl 1'in kvadratı üstəgəl 4. Deyir, tənliyinin kökləri hasilini tapın. Tənliyinin kökləri hasilini tapın. Bax, bu formada tənliklərdə uşaqlar köklər hasili deyəndə özümüzü qorxutmuruq. Müəyyən çevirmələr aparırıq. Axırda o gəlib çıxacaq V teoreminə dərhal tətbiq edirik, gedirik. Nəyə görə? Bizim bəzən qorxumuz nədir? Rasional tənliklərdə, nə bilim, irrasional tənliklərdə mən canlı yayında dəfələrlə demişəm. Demişəm ki, uşaqlar, rasional tənliklər, irrasional tənliklər, yəni belə deyək də, təyin oblastları mənfi sonsuzluq, müsbət sonsuzluq olmayan tənliklər bir balaca
kaprizli gedir də. Yəni ehtiyatla davranmaq lazımdır. Köklər cəminə dərhal viet teoremini tətbiq edərsən, sənin orada tapdığın kök ola bilər ki, tənliyi ödəməsin. Aydın oldu. Ona görə biraz ehtiyatla. Amma bu tənlikdə görürük ki, bu tənliyin təyin oblastı bütün ədədlərdir. Yəni elə bir qiymət yoxdur ki, sən ehtiyat edəsən ki, birdən bu, yəni bu tənlikdə kökü tapan kimi çoxlanmırsan, o kökdür. Diqqət. Mötərizəni açaq da, düsturu tətbiq edək. 3 vura. Bunun yerinə yazıram. X kvadrat üstəgəl 4x üstəgəl 4 bərabərdir. 2 vura. X kvadrat üstəgəl 2x üstəgəl 1 üstəgəl 4. Aydın oldu. Bax bu şəkildə. Növbəti işimiz. Mötərizəni açırıq. 3x kvadrat üstəgəl 12x üstəgəl 12 bərabərdir 2x kvadrat üstəgəl 4x üstəgəl 2 dəfə 1, 2 buradadır, burada da 4 oldu üstəgəl 6. Ən yaxşısı bunların hamısını işarəsini dəyişməklə tənliyin bir tərəfindən digər tərəfinə aparılır. Olacaq 3x kvadrat üstəgəl 12x üstəgəl 12 çıx 2x kvadrat çıx 4x çıx 6 bərabər 0. X kvadrat çıxacaq burada. Üstəgəl 8x üstəgəl neçə? 6 bərabər 0. Kökləri hasili deyildi də. Dərhal viet teoremini tətbiq edir. Sənin burada qorxun yoxdur, birdən kök itirə bilərəm falan yox. Köklər hasili soruşulurdu bizdə. x1, x2 çevrilmiş kvadrat tənlikdir. Sərbəst həddə bərabərdir. Cavab oldu 6. Bu da belə. Demək, 2m minus 1 2m minus 1 x kvadrat çıx 6x minus 1 bərabərdir 0 tənliyi. Deyir, bu çevrilmiş kvadrat tənlikdir. Çevrilmiş kvadrat tənlik. M-i deyir tap. M bərabərdir suala. Bax, bu test tapşırığı. Tənlik deyir, çevrilmiş kvadrat tənlikdir. M-i deyir, tapın. Çevrilmiş kvadrat tənlikdə x kvadratının əmsalı nə olur? 1 olur da. Sadəcə bax, bir bilikdən istifadə edirik. Çevrilmiş kvadrat tənlikdə həmişə x kvadratının əmsalı 1 olur. Ehtiyac yoxdur, hər tərəfi 2 minus 1-ə bölsən. Bölsən nə olacaq? Çevrilmiş kvadrat tənlikdir deyir. Əgər bu çevrilmiş kvadrat tənlikdirsə, bura 1 olur, 1. Həmişə yadda saxlayırıq. Çevrilmiş kvadrat tənlikdə bu x kvadratın əmsalı 1 götürülür. Bax bu. Yəni 2m minus 1 bərabərdir 1. 2m bərabərdir 2-dir. M bərabərdir 1. Vəssalam. M-in 1 qiymətində bu tənlik çevrilmiş kvadrat tənlikdir. Səhifədə problem var. Canlı təmiz düşdü aşağı. Bilmirəm də nə problem var bu səhifədə. Hərdən olur da. İndi bağlayıram canlını mən. Səbrim çatmır, izləyici az olanda uşaqlar. Bilmirəm, səhifədə problem var.
Yaxşı, bir 10 dəqiqə falan qala görək səhifə qalxıb. Bizim səhifədə problem var. 20 nəfər nədir bizim canlıda izləyici? Bizim canlıda həmişə 100 nəfərdən çox olur. İndi səhifə üçün mən problem yaratdılar. Nədir bilinmir. Bizim canlı bərbad günə qaldı. 159. 159. Diqqət. Biz spamdayıq da, yəni maksimum ekran bəyəni ilə, canlını paylaşmaqla biz spamdan çıxa bilərik. Spamdadır da səhifə. Ona görə bu gündədir. 159-da deyir ki, x bərabərdir kökdə 5 üstə gəl 2. Ədədinin tərsi ilə, bu ədədinin tərsi ilə, bunun tərsi ilə y bərabərdir kök altda 20 üstə gəl 4. Ədədinin hasilini tapın. Bax, bunun hasili soruşulur. Bərabərdir sualı, hasili. Bax, buraxılış imtahanında təklif oluna bilər. Təklif olunmasa belə, əgər bir şagird bunu həll edə bilirsə, onun inanmıram, buraxılış imtahanında bir kök altı irrasional ifadələrlə bağlı problemi olsun. X bərabərdir kökdə 5 üstə gəl 2-nin tərsi ilə bu ədədin hasilini tap. Biz əvvəl kökdə 5 üstə gəl 2-nin nəyini tapırıq? Tərsini tapırıq. Tapaq da. Tərsini tapmaq, yəni 1 bölünsündür də. A ədədinin tərsi 1 bölünsün A deyil. Kökdə 5 üstə gəl 2-nin tərsi 1 bölünsün kökdə 5 üstə gəl 2-dir. Bu şəkildə. Elə deyil. Bunun tərsi 1 bölünsün kökdə 5 plus 2. Buna dəyməyək, hə? Buna dəyməyək. Bu qalsın. Biraz da bunu belə aydın, anlaşılır yazın, görünsün. Diqqət. Deyir, bu ədədin tərsi ilə bunun hasilini tap. Bunun tərsi, yəni x üstü mənfi 1 soruşulur da, vurulsun y, ya 1 bölü x. 1 bölünsün x, vurulsun y soruşulur. Sual bir daha deyirəm, ola bilər bezdirirəm sizi. Sən daha sadə yolunu deyim. Bəzən bunu sürətlə məxrəci qoşmasına falan vurmaqla da yazırlar, ehtiyac yoxdur. Bu ədəd verir, deyir bunun tərsi ilə. X-in tərsi nədir? 1 bölünsün x-dir də. Bu ədədin, yəni y-in hasilini sən tapmalısan. Hasilini tapmalısan. Baxaq. 1 bölünsün, bunun tərsi kökdə 5, üstə gəl 2, vurulsun. Y-in özünə kök altda 20, üstə gəl 4. Burada nəsə bir şey əldə etmək olar. Çünki sənə qorxulu gələ bilər, özünü itirmə. Vuruğu kök şarası xaricinə çıxar, kök altda 20-də. 1 bölünsün, kökdə 5, üstə gəl 2, vurulsun. Kök altda 20-ni sən necə yaza bilərsən? 4 vurulsun, 5 yazmaq olmaz kök altda. Bundan da kök çıxır 2-də. 2 kökdə 5, üstə gəl 4, bərabərdir. Sadəcə kök altda 20-ni yazdım, 2 kökdə 5 kimi. Buradan 2-ni mötərizə xaricinə çıxarsan, 1 bölünsün, kökdə 5 plus 2 vur. Bu ikisindən 2 çıxsa, qalacaq kökdə 5, üstə gəl 2. 2-ni ortaq vurduq ki, mötərizə xaricinə çıxartdım. Kökdə 5 ilə 2, kökdə 5 üstə gəl 2 getdi, qaldı 1-in 2 hasili, bu da bizə verdi 2. Yox, misal qorxulu deyil. Sadəcə olaraq biraz izahatını yazmışam ona görə. Əslində çox sadə misaldır.
Kökaltı ilə bağlı çoxlu test tapşırığı istənilən şagird hətta bunu şifahi görə bilər. Bunun tərsi 1 bölünsün. Buradan 2 kökdə 5-dir. 2 çıxdı. Bunlar getdi. Cavab 2. Bəli, çox da çətin deməyək də, asan sual yoxdur. Asan sual deməyək, çətin də deyil də, orta. Bəzən uşaqlar götürüb bunun qoşmasına falan vururlar. Onlar səhv deyil, amma lazım deyil. %150-də bax belə bir sual. Bu da yaxşı sualdır. Yazıram, biraz belə qorxulu görünə bilər. 150. X bərabər də 15 olarsa, x üstü 4-də 3, x üstü 4-də 3, vurulsun x üstü 4-də 1, minus x üstü mənfi 4-də 3. Bir bunu hesablayın. Bax, belə bir sual. Demək, x bərabər də 15 olduqda deyir, bu ifadənin qiymətini tapın. Biz burada nə edə bilərik? Təbii ki, yerinə yazmağa ehtiyac yoxdur. Yerinə yazsan nə olacaq burada? X bərabər də 15, apar burada yerinə yaz. Heç də xoş olan bir mənzərə ilə rastlaşmazsın. Bəli, burada ən yaxşısı vurub açaq. Yəni, mötərizəni açmalısan burada ki, biraz bu yaxşı bir şəklə gəlsin. Bu bərabərdir. Mötərizəni açırıq. Nə olacaq? X üstü 4-də 3-ü vururam x üstü 4-də 1-ə. Əsasları eyni olan qüvvət üstləridir. Əsasları eyni olan qüvvət üstlərini bir-birinə vurduqda əsas olduğu kimi qalır, üstlər toplayırıq. Elə deyil. X üstü 4-də 3 ilə 4-də 1-i toplasan, bu sənə 4-də 4 verər, yəni 1 x verir də bunu yazmıram. Elə deyil. Minus. Bunları da vuranda təbii ki 1 verər də bizə. Bərabərdir. Səhv eləmədik ki. Bir daha baxırıq. Misal ilk baxışdan belə qeyri-adi, qorxulu, vahiməli gələ bilər. Həqiqətən də kəsr, rasional üstü qüvvət, kəsr üstü qüvvət olan misallarda şagirdlər biraz belə qorxudurlar özlərini. Bu normaldır. Baxdıqda görürsən ki, mötərizəni açmaq ən yaxşısıdır burada. Mötərizəni açmaq. Vurursan, mötərizəni açaq. Əsasları eyni olan qüvvət üstləridir. Vurdun, əsas olduğu kimi qalır, üstlər toplanır. 4-də 3, o da 4-də 1. Bu bizə verir. 4-də 4, yəni 1x üstü 1x'dir. Aydın oldu. Sonra növbəti minus x üstü 4-də 3'ü x üstü mənfi 4-də 3'ə vursan 1 verir də, bunlar tərs ədədlərdir. Və yaxud da ki, əsaslar idi, üstləri toplu x üstü 0 edir, o da bizə 1 verir. Qaldı burada x minus 1. Qutardı. Bu artıq sadə bir bəsit ifadədir də. X 15 olduqda bunu necə tapırsan? 15 minus 1, bu da bizə verdi. 14 test tapşırığının doğru cavabı oldu. 14. %60 bərabərsizliklə bağlı. 160 diqqət. 7 minus x kvadrat. 7 minus x kvadrat. X minus 5. Böyükdür 0. Bərabərsizliyinin 5-10. 5-10 yarım intervalına aralığına daxil olan tam həllərinin cəmini tapın. Tam həllər cəmi.
bizim bu canlıda, ümumiyyətlə həmişə bizim canlı yayımlarımızda bərabərliklə bağlı demək olar ki, misal tip olub. Amma uşaqlar sizə bir söz deyim, indi bu sizdə arxayınçılıq yaratmasın. Uşağa belə deyəndə uşaq gəzir də o arxayınçılıq üçün. Bir şey fikirləşsin ki, hə, müəllim dedi belə. Yəni çox zaman buraxılış imtahanı 9-un buraxılış imtahanında bərabərliklə bağlı elə də çətin misallar düşmür və hətta deyərdim ki, çox bəsit misallar düşür, təklif olunur. Ola bilsin ki, sizə də belə təklif olunsun. Bu ola bilsin də ha. Yəni məni tanıyırsınız da, mən heç vaxt imtahanla bağlı dəqiq proqnoz vermirəm. Bu bəziləri var, belə olacaq, elə olacaq, onu heç kəs bilmir, mən də bilmirəm. Hətta zarafatda deyirəm ki, imtahan bitəndən sonra deyəcəm imtahan necədir. Amma ki, təcrübələrdə görmüşük də ki, bərabərliklə bağlı elə də çətin suallar təklif olunmur 9-un buraxılışında. Hətta deyərdim çox bəsit, primitiv bərabərliklər təklif olunur. Bizim yazdığımız bu daha mürəkkəbdir. Bu blok imtahanı sualıdır baxanda. Baxaq bura. Nə edək burada? Bunu müxtəlif üsullarla yaza bilərik uşaqlar. Müxtəlif üsullarla. İntervallar usulu tətbiq edə bilərsən. Birbaşa intervallar usulundan əlavə də tətbiq edə bilərik. İndi onunla gedərik biz. İntervallar usulundan yazsam gərək işarəni dəyişməyib sağ solunda ehtiyac yoxdur. Yəni bu formada misallar iki usulla həll olunur. Ya intervallar usulu ilə klassik usul, ya da indi dediyim usulla. Ən yaxşısı budur. Mən sizə nə demişdim? Demişdim ki, bəzən uşaqlarda belə bir yanlış təsəvvür var. Bərabərliyin hər tərəfini nə bilim, ifadəyə vura bilmərik, bölə bilmərik. Bərabərliyin hər tərəfini ifadəyə vura da bilərik, bölə də bilərik. Bir şərtlə ki, o ifadənin işarəsini sən biləsən. Çünki biraz qorxu, ehtiyat ondandır. Tənlikdə o ifadənin sıfıra bərabər olması təhlükəlidir. Bərabərlikdə də ki, işarəsi. Çünki sən bilmirsən axı işarəsi nədir. Bunun işarəsini bilirsən. 7 minus x kvadratının işarəsi bəllidir. Bu həmişə müsbətdir, amma bir dənə qiymətdə həmişə müsbətdir. Bunu atıram, amma bir dənə qiymətdə yadda saxlayıram ki, 7-də bu ola bilməz. X 7 ola bilməz. Çünki x 7 olsa bu sıfıra bərabər olur. Bizdə bərabərlik halı yoxdur. Bərabərlik yoxdur misalımızda. Ona görə biz 7-ni götürmür. Yəni bu müsbətdir. At getsin. İşarəni dəyişmərəm. Amma ki, bir dənə 7-də korlayır. 0 olur. Ona görə x fərqlidir 7. X minus 5 atıram bunu. Bunun işarəsini götürürəm də böyükdür 0-dan. Və yaxud da uşaqlar belə deyirlər. Bu həmişə müsbətdir. Müsbəti nəyə böləndə müsbət edir? Müsbətə. Amma mən bunu daha sadə şəkildə sənə deyirəm ki, işarəsini bildin, atırsan. İşarəni bildin, at o ifadəni geçsin. Əgər müsbətdirsə işarə dəyişilmir, mənfidirsə işarə əksinə dəyişir. Qurtardıq. X fərqli 7, x böyükdür 5-dən. X 7-dən fərqli, x 5-dən böyük. 5-dən böyük ədədlər 5-dən müsbət sonsuzluğadır, elə deyil. Amma ki 5-i almır. Amma bu 7-də ilişir. Çünki 7-ni almır. 5-dən 7-yə birləşmə 7-dən səhv eləmədik. İnşallah səhv eləmədik. Hə. 7-dən müsbət sonsuzluğa. 5-dən 7-yə 7-dən müsbət sonsuzluğa. Bu aralıqda deyir tam həllər. Bu aralıqda. Bunları kəsişdirək də. Əcəb yerdə axşamladıq. Hə. Səhv eləmədik ki, bir daha baxaq. Bunu atdıq. 5 müsbət. X minus 5, 5-dən böyük 7-ni almır. 5-dən 7-yə hə. Gəl bunu intervalda göstərək. 5, 7 heç birisini almır. 5, bir də 7. Bunların heç birisini almır. Heç birisini almırsa, gətirirəm bax bura interval bu şəkildə. Heç intervala ehtiyac yoxdur. Nə interval? İnterval nədir? 5, 7. Heç birisini almır. 5-dən 7-yə bax buradır. Bir də 7-dən üzü bu tərəfə gedir. Amma 5-dən 7-ni almır. Burada da 5-i alır da götürə bilmərik də almır. Bir də 10. 10 biraz 7-dən bu tərəfdə yerləşər. Onu da almır. 5-dən 10-a görə bilirik.
Bunların kəsişməsi olur 5-dən 7-yə, 7-dən 10-a. Bu aralığı biz görə bilirik burada. Hansı ədədlər var burada? 6-nı alır bəli. Çünki 5-i almır, 7-ni almır. Burada 6 yerləşir. Bunların cəmi soruşur. Üstə gəl 8, üstə gəl 9 da 10-u almır. Qurtardı. 6 ilə 8-in cəmi 14, o da 9, 23 test tapşırığının doğru cavabıdır. X fərqlidir 5 yazmadım deyən yerdəki zaten x minus 5'in sıfırdan böyük olmağı x'in 5'ten fərqli olmağıdır da. Ona ehtiyac yoxdur. Necə ki burada da gəldi, öz əksini tapdı. X'in 5'ten böyük olmağı elə x'in 5'ten fərqli olmağıdır. X'i yuxarıda alsın da, burada almır axı. Hər şey qoyduğu bir qırağa. X burada 5 ola bilər ki, alsın da bu bunu verib, bu o demək deyil ki, elədir. Versin də bunu. X'i 5 ala bilməz ki, X burada. Məxrəc 0 olur ona görə. Salam, salam. Səhifəmiz spamdadır. Bizim səhifəmizi məhv günə qoydular. Gələk 1-2 gün lazımdır ki, bu səhifə spamdan çıxsın. Çaşır deyən yerdə ki, diqqətli ol da. Çaşır, əlbəttə çaşır. Diqqətli ol. Məsələn, bax, belə bir sual. 172. 172-də deyir ki, x kvadrat üstə gəl x minus 2 böyükdür 0. Bərabərsizliyini ödəməyən tam ədədlərin hasilini tapın. Bunu deyir ödəməyən tam ədədlərin hasili. Tam ədədlərin hasili. Bərabərdir suala. X kvadrat üstə gəl x minus 2 böyükdür 0 bərabərsizliyini ödəməyən tam ədədlərin hasili. Bərabərsizlikdə istəyir ödəyən desin, istəyir ödəməyən desin. Onun fərqi yoxdur. Zaten sən həll etməlisən. Ödəyən də deyir, salam göndərən də sağ olsun, göndərməyən də. Ödəyən də sağ olsun, ödəməyən də. Amma yenə həll etməliyik də bu. Nə deyir desin. Köklərini tapaq, köklər deyək buna, sıfırlar deyək. Bunları tapaq da. Mənfi 2, 1-dir də. Mənfi 2 və 1. Elə olmur. Cəmi mənfi 1, hasili mənfi 2. İntervallar usulundan da yazmaq olar, şifahi də görmək olar. Yazaq da, eyb yox. Sıfırlarını qeyd edək. Mənfi 2, bir də 1. Gəldi bura, sonra bura, sonra da bura. Axır müsbətdir, mənfidir, müsbətdir. Səndən müsbət olan aralıq soruşulur. Yəni bura. Gör nə deyir? Deyir, bərabərsizliyi ödəməyən tam ədədlərin hasilini tapın. Uşaqlar, siz əgər diqqətlisinizsə və çoxlu test işləmisinizsə, dərhal oradan görməlisiniz. Bu aralıqda sıfırı görürsən, o birlərin heç biri sənə maraqlı olmamalıdır. Ödəməyən deyir axı, bərabərsizliyi ödəməyən. Ödəyənlər bunlardır. Ödəməyən hissə isə, ödəməyən buradır. Mənfi 2, 1 aralığıdır. Və burada da heç birisini almır. Aydın oldu. İndi ödəməyən mənfi 2, 1. Burada almır, amma burada alır. Ödəməyən aralıq. Burada bu aralıqda 0 var. 0 varsa, qutardı getdi. Vurğulardan biri 0'dırsa, hasil də 0'a bərabərdir. Ona görə bunların hasili oldu 0. Vəssalam. Aydın oldu. Bununla bağlı bir məşhur məsələ var. Deyir, dünyadakı bütün ədədlər nə? Dünyadakı bütün insanların başındakı tüklərinin sayını bir-birinə vursaq, cavab neçə olar? Sizcə neçə olar? Maraqlıdır. Dünyadakı bütün insanların başındakı tüklərinin sayını bir-birinə vursaq, cavab neçə olar? Maraqlıdır. Bəlkə də maraqlı deyil. Bu da həm də sizin bir beyniniz açılsın da. Bax, bununla bağlı. Dünyadakı
bütün insanların başındakı tüklərinin sayını. Dünyada nə qədər insanlar var? Təsəvvür edin, neçə milyarddır bilmirəm. Bütün insanların başındakı tüklərinin sayını dənə-dənə sayırsan və onların hamısını bir-birinə vursan, cavab neçə edir? Buradan alınır da. Qəribə sualdır. Dünyadakı bütün insanlar, yəni dünyada neçə milyard əhali var da, bir-bir bütün insanların başındakı tüklərini sən dənə-dənə sayırsan, gilələyirsən də. Və götürürsən onların hamısını vurursan bir-birinə. Və cavab neçə olacaq? Səndə tük yoxdur, sənin çıxın. Elə sənə görə cavab alınır, özün də görərsən. Burada ən qiymətli sənsən. Həmin o hasilləri tapanda ən dəyərli sənsən. Və sırf sənə görə o məsələnin həlli var. Sən olmasaydın həlli olmazdı. İndi özün də görərsən. Cavab sıfırdır da. Çünki sənə çıxmır. Sənə qəti çıxmır. Və sənə görə cavab sıfırdır. Dünyada insanların başındakı tüklərin sayını biz sayırıqsa, dünyada ən azından bir dənə keçər insan var da, yəni ümumiyyətlə başında heç bir tük yoxdur. Sıfırdır başındakı tüklərini sayır. Yəni, vuruqlardan biri sıfırdırsa, hasil də sıfırdır. O birlər neçə olur olsun. Gör, nə dəyişəcək ki? Təşəkkür. Cavab sıfırdır. Bu qədər sadə. Bu qədər sadə. Bu da belə. İzahı yazdım, tam bal düşür. İzahı yazmaq deyən yerdə ki, doğru yazmısansa bəli, yoxsa səhv yazmısansa nə düşəcək? Bura bax, gedib riyaziyyat müəllimindən soruşacağam. Bax, şagirdlərin ən pis xüsusiyyətlərindən biri müəllimi yoxlamaq. Gedim soruşacağam ondan. Özün də 5 dəqiqə bundan qabaq bilmirdin. Nə tər böyüdün sən? Funksiyalarını YouTube kanalına yerləşdirmişəm. Dünənləri elə 1 saat, neçə 20 dəqiqə, yarım saat dərs, 1 saat yarım dərsimiz elə sırf funksiyalarla bağlı idi. Onda heç gəlməmişdi. Hı? %29. Diaqonalları perpendikulyar olan ABCD paralelogramı. Deməli, diaqonallar perpendikulyardır. D1 perpendikulyardır D2. Paralelogram. Söhbət gedir paralelogramdan. Perimetri P'dir. ABCD paralelogramında P, A, B, C, D. P'dir. Onun CD tərəfini deyir sən tap. Onun CD tərəfini deyir tap. İnşallah bunu da yazın bağlayıram canlı. Səhifəyə spam var. Canlı qalxmır. 34 nəfər nədir? Bunu da yazın qutardı.
Deməli, paralelogramın diaqonalları bir-birinə perpendikulyardırsa, avtomatik o romb olur da. Elə deyil. Paralelogramın diaqonalları bir-birinə perpendikulyardırsa, o avtomatik rombdur, romb. Ehtiyac yoxdur diaqonalların kvadratları cəmi. Paralelogramdan söhbət gedir. Bu səfər onun diaqonalları perpendikulyardır. Perpendikulyardırsa avtomatik rombdur. Rombun da perimetri P bərabərdir. 4 dənə bunun tərəfidir də. CD tərəfidir. Tutardı. CD-ni də tapsam P bölünsün 4. Yəni çox zaman bu tip misallarda ya istəyirsən, bax buradan belə görünür. Belə deyək də, intuisiya ilə icazə var, səhv deyil. Ya belə tapırsan, ya da göstərirsən. Göstərmək də olar. İndi ən yaxşısı budur testlə. Paralelogramdır, diaqonalları perpendikulyardır. Diaqonallar perpendikulyardırsa qutardı getdi də. Avtomatik o nədir? Rombdur. Rombun da perimetri 4 dənə tərəfdir də. CD tərəfi. CD də oldu P bölək 4. Bu da belə. Otuz yeddi qəşəng bir dənə məsələ həndəsə ilə bağlı. 37. Deməli, M buradır, N də buradır. Mn 9 santimetrdir. Mn bərabərdir 9 santimetrdir. Kvadratların perimetrləri cəmini tapın. Kvadratların perimetrləri cəmi. Cəmi. Bərabərdir suala. Bunu da yazaq, saxlayaq. Da bəsdir. Bunu da yazaq, saxlayaq. Bayaq burada bir izləyici var idi, yadımdan çıxdı. Rəy yerinə bir neçə dəfə yazdı. Məni moderator verir. Kim idi o? Bir dənə yazsın. Onu moderator verir. Çünki o izləyici həmişə canlı yayında olur. Hərdən rastıma çıxır burada. Kim idi? Onu verin moderatorda. Baxım, onu moderator verə bilirəm. Yox, sən deyildin də. Onun profilindən tanıyıram. Hə, bax. Sən, gözlə. Moderator elə birisi olsun ki, həmişə canlı yayında olsun da. Bir də görürsən ki, moderator verirsən, çıxır gedir. Gedir, qutardı, getdi. Cəmaət səhifə üçün problem yaradır. Şey olur, sonra da durub gəlir. Mn 9-dur. Kvadratların perimetrləri cəmini deyir, tapın. Deməli, bizə burada özü deyir. Deyir ki, bu kvadratdır. Özü deyir bizə. İki usulla yazmaq olar. İndi biri ilə getməliyik də. Biz bilmirik. Ay müəllim, nəyə deyilir? Gedirsən evdə. Öz valideynlərindən soruşursan, onlar sənə qəşəng izah edəcək. Deməli, biz burada nə edirik? Sən də maşallah. Sən canlıda ol da. Gedirsən, gəlmirsən. Sən özdə konkret, vallahi, dron sənin yanında etmə. Yazığın sözü dilində qaldı, getdi yox balara. Dron özü belə mətəl qalma sənin yanında.
Deməli, kvadratdır. Tutaq ki, bu kvadratın bu tərəfi x olsun, bu kvadratın da bu tərəfi y olsun. X, y nə də deyə bilərsən və yaxud da x buna deyib bütöv 9-dur da demək olar. 9 minus x. Biz bilmirik. Tutaq ki, bu kvadratın bu tərəfi x olsun, bu kvadratın da bu tərəfi y olsun. Əgər deyirsə m-in 9-dur, belə çıxır ki, x üstə gəl, y 9-dur. Bu artıq bizə lazım olacaq. Diqqət. X plus y 9-dur. Deyir ki, kvadratların perimetrləri cəmini tapın. Bu kvadratın tərəfi x-dirsə, perimetri nə olacaq? 4x. Bu kvadratın tərəfi y-dirsə, perimetri də olacaq 4y. 4-ü çıxardaq mötərizə xaricinə. 4x plus y. Bu da bərabərdir. 4 vurulsun, x plus y 9-dur, 36. Cavab oldu 36. Tutardı. Bu da belə. Otuz altı niyə? Dolamısan bizi. 4 dəfə 9 neçə eləyir? 36 niyə? Elə də yazmışsan orada. Şübhələndim özümdən. Bilmirəm, düz durdu, düz durdu. Nədir bilmirəm.